ərazilərimizdə geniş miqyaslı yollar, tunellər, körpülər, bütün növ tikinti bərpa işləri aparılır və bunu çox müsbət qarşılayıram. Yəni dövlətimizin məncə bu addımı həm keçmiş nəsillərimizə hörmət nümayişi, həm də gələcək nəsillərimizə inşallah bizim mirasımızdır. Böyük qürur, sevinç və ümid hissi keçirirəm. Hər addımda bu torpaqlara həyatın qayıtdığını görmək insana ruh verir. Bizim dövlət və prezidentimiz buranın inkişafına çox böyük səy göstərir və böyük layihələr hazırlanır buranın yenidən qurulması üçün və insanlar öz torpaqlarına yenidən qayıdıb sülh içində yaşamaqları üçün hər cür şərait yaradılır. Çox ürək açan bir nəticələr var. Dağılmış ərazilərdə yenidən qurma işləri çox yüksək səviyyədə aparır. Bugün Qarabağ Universiteti ilə tanış olduq. Burada tələbələrin yüksək səviyyədə təhsil alması üçün hər bir şərait yaradılmışdır.